Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci il riyaziyyat test toplusundan bərabərçilər və bərabərçilər sistemi bölməsindən modul işarəsi daxilində dəyişən olan bərabərçilər mövzusuna aid olan tapşırıqların izahını verəcəm. Səhifə 108. Ümumiyyətlə, modul işarəsi daxilində dəyişən olan bərabərçilər barədə nəyi bilmək lazımdır? Əsas, yəni, demək, modul x kiçikdir, tutaq ki, a. A-nın əvəzinə bir ədəd deyək də, bir 4 tutaq ki, daha anlaşıqlı olsun. Bunu nə cür həll edirik? Yəni, bir dəfə x-in müsbət halına baxırıq, 4-dən kiçik. Bir dəfə də x-in mənfi halına, mənfi x kiçikdir 4-dən, mənfi 1-ə vursaq, yəni x böyükdür, mənfi 4 olur. Yəni, bunu sistem kimi, kiçik olanda sistem, bərabərçilər sistemi kimi həll edirik. Bərabərçilər sistemində də nə idi? Yəni, 2 dənə bərabərçiliyin həllər çoxluğunu kəsişdirirdik. Kəsişir. Yəni, bu kəsişir, kiçik olanda. Amma modul x, tutaq ki, böyük 4 kimi həll edəsək, yenə burada mənfi və müsbət halına baxırıq. Yəni, x böyük olur 4-dən, müsbət halına, mənfi halına götürəndə kiçikdir mənfi 4-dən. Buna isə heyət kimi baxırıq. Yəni, 4-dən böyük, mənfi 4-dən kiçik, mənfi sonsuzluq mənfi 4, yəni həlləri nədir? Birləşir 4-dən müsbət sonsuzluğa. Yəni, burada cavab olur mənfi 4, 4. Burada isə mənfi sonsuzluq mənfi 4 birləşir 4-dən müsbət sonsuzluğa. Yəni, əsas bilmək lazım olan şey demək budur ki, yəni, kiçik olanda kəsişir, kəsişməni tapırıq. Böyük olduqda modul, onda nə edirik? Birləşməni tapırıq. Yaxşı, indi keçək tapşırığa. Bu tapşırıqda 2 qat bərabərsizlikdir. Yəni, bu bərabərsizlik 2 dənədir də. Bax, bir dənə belə, tutan kiçikdir 12/5. Yəni, birinci dediyim, burada kəsişməni tapacaq. Kəsişməni. Bir də modul x, burada böyükdür 4-dən də. Böyükdür 4-dən. Bunu sistem kimi həll edib, yəni, bunların da cavablarını kəsişdirəcək. Yəni, burada isə, yəni, böyük 4-də birləşməni, bax, birləşməni. Ayrı-ayrıqda yazaq bunları, sonra sistem onları kəsişdirməliyik. Demək, modul x kiçikdir 12/5. Bunun müsbət halı, yəni 12/5-dən kiçik, x-in mənfi halına mənfi x qoysam, kiçikdir 12/5, mənfi 1-ə vursam, x böyükdür, mənfi 12/5 olacaq. Yəni, bizim bu həll 12/5 tutaq ki, buradadır. Mənfi 12/5 ədəd oxunda buradadır. Bundan 12/5-dən kiçik, yəni sola. Həllərimiz budur. Mənfi 12/5-dən böyük, bunlar da aid deyil. Sağa. Kəsişən hissə hara oldu? Yəni, mənfi 12/5, 12/5. Yəni, bunun həlli mənfi 12/5 və 12/5-dir. İndi baxaq bunu. Nədir? Hədə 4-dən böyük. Bax, bunu. Modul x böyükdür 4. Bunu dedik, yəni böyükdürsə heyət kimi həll edərik. Yəni, x 4-dən böyük, x mənfi 4-dən kiçik. 4-dən böyük, mənfi 4-dən kiçik. Ədəd oxunda göstərsək, 4 burada olsa, mənfi 4 burada, mənfi 4-dən kiçik, sola, yəni mənfi sonsuzluq, mənfi 4 həllər. Bu birləşəcək 4-dən müsbət sonsuzluğa, yəni sağa. Yəni, bunlar, bunun həllər çoxluğu budur, bunun həllər çoxluğu bax, budur. İndi bunları da kəsişdirməliyik. Çünki 2 dənədir bərabərsizlikdir də, modul bərabərsizlik. Bunları da kəsişdirib qiymət almalıyıq. Kəsişdirsək, bax, indi bir ədəd oxu çəkək. Bu bizim ədəd oxumuz
Orada -12.5 ən kiçikdir. Sonra gəlir -4, sonra 4 gəlir, sonra 12.5 gəlir. İndi bax burada birincinin həlli -12.5, 12.5-dir. Bunlar da daxil deyil. Bunları birləşdir. Yəni həllimiz bu idi birinci üçün. O birisi üçün mənfi sonsuzluq -4. Yəni bax mənfi sonsuzluq buradan başlayır da. Kəsişən hissə hara oldu? -12.5, -4. Bunu yazım elə bura. -12.5, -4 birləşəcək. Görək hansı hissə kəsişir. Bir də 4 müsbət sonsuzluq. Bu deyək, kəsişən hissə hara oldu? 4, 12.5. Şimdi buradan ən böyük və ən kiçik tam həlləri soruşur. Bax, ən kiçik hansıdır? -12.5-də, -12.5-də, amma tam həll deyirsə, yəni bundan sonra gəlir içəri -12 gəlir də. Burada isə 12.5 tam, yəni 12-dir də. Burada da -12, bu 12. Yəni bizdə hasilini soruşur. Ən kiçik tam həllərin hasilini tapın. Yəni 12 vuraq -12. Bu da eləyər -144. Cavab olacaq B variantı. Bərabərsizliyin həllini bax, böyükdürsə, bunların demək həllər çoxluğunun birləşməsini tapacaq. Yəni x plus 3-ün bir dəfə müsbətini götürək. Buradan x nəyə bərabərdir? X böyükdür, nə? 3-ü sağa keçsin, 1 çıxaq 3, -2-dən böyük. Bir də mənfi elə bir x plus 3. Yəni bilirik ki, modul bu ifadə modulu atırıqsa, müsbət olursa modulu rahat ata bilərik. Birinci hal müsbət hal üçün baxdıq. Mənfidirsə, qarşısına mənfi yazıb modulu atırıq. Mənfiyə vursan, -1-ə, x üstə gələ 3 kiçikdir, -1 istiqamət dəyişdi. Yəni x kiçikdir, -4. -2-dən böyük, -4-dən böyük, kiçik. Bunu ədəd oxunda qeyd eləyək, demək birləşmə olacaq. -2-dən böyük. -2, -4 soldadır, -2 sağdadır. -2-dən böyük sağa. Yəni bunlar da daxil deyil. -4-dən sola. Demək, mənfi sonsuzluq. Həllimiz nə olacaq? Bu iki həllin birləşməsi. Mənfi sonsuzluqdan -4-ə bunlar daxil deyil, birləşir. -2-dən müsbət sonsuzluğa. Cavab hansıdır? Mənfi sonsuzluqdan -4-ə, -2-dən müsbət sonsuzluğa E variantı. Bərabərsizliyin ən böyük tam həllini tapın. Burada kiçikdir, demək bunların kəsişməsini tapacaq. Bərabərsizlər sistemi kimi yazarıq. Kiçikdir 4, bir dəfə də, yəni x minus 3 böyükdür -4-də. Bunun mənfisini götürdük elə bir. Buradan nə alınır? Demək, x kiçikdir. -3-ü sağa keçirdim, 7. -3 sağa keçsəm, -4 üstə gələk 3, -1 eləyər. X böyükdür, -1. Ədəd oxunda bunları qeyd edib. Baxın, 7 sağdadır, -1 soldadır. 7-dən kiçik, yəni sola, -1-dən böyük sağa. Kəsişən hissə buradır. Yəni həllimiz də budur, -1 və 7. Bunlar daxil deyil, bərabərlik işarəsi yoxdur. Ən böyük tam həlli 7 olardı, əgər 7 də daxil olsaydı, amma daxil deyil, yəni ona görə 6-dır. Cavab olacaq 6, A variantı. Bərabərsizliyin ən böyük və ən kiçik tam həllərinin cəmini tapın. Modul x deyib bu, yəni modul x. Gəlin belə yazacaq da, modul x kiçikdir 11/2. Bir də bunun ümumiyyətlə 2 qat bərabərsizliyi, bərabərsizlər sistemi kimi yaza bilərik. Modul x böyükdür 6/3-dən. Böyükdür 6/3-dən. Bunları ayrı-ayrı baxaq, sonra kəsişdirərik. Yəni modul x
kiçikdir 11/2 nə deməkdir? Yəni x kiçikdir 11/2-dən müsbət halı, bir də x böyükdür -11/2-dən. Yəni bunların kəsişməsi də 11/2-dən kiçik, -11/2-dən böyük, -11/2, 11/2 arası. Bu bizim bunun həlli bunlardır. İndi baxaq bu ikinciyə. Modul x böyükdür 6/3-1. Bir dəfə x bunu heyət kimi həll eləyəcək də, böyük işarəsi oldusa 6/3-1, bir də x kiçikdir -6/3-1. Bu nə deməkdir? Birləşməsini yazacaq da 6/3-1-dən 6/3-1 sağdadır, bu isə soldadır. Yəni mənfi sonsuzluqdan bunun həlli nə olacaq? -6/3-1-dən kiçik, mənfi sonsuzluqdan -6/3-1-ə qədər birləşir. 6/3-1-dən böyük, 6/3-1-dən müsbət sonsuzluğa. Bunları indi kəsişdirək. -11/2, sonra -6/3-1. Ən kiçiyi -11/2-dir, sonra gəlir -6/3-1, sonra gəlir 6/3-1, sonra 11/2 müsbət. Birincinin həlli budur. Bunlar da daxil deyil, eləmi? Kiçikdir, bərabərdir, yoxdur. Bunlar -11/2-dən 11/2-yə qədər məsəl bu aralıq. İkinci nədir? Mənfi sonsuzluqdan -6/3-1-ə qədər. Bax, bura qədər. Mənfi sonsuzluqdan. Aha, kəsişən isə -11/2, 11/2, -6/3-1. Bunlar ikisi də daxil deyil. Sonra 6/3-1-dən 11/2-yə. Buradan bura qədər. Müsbət sonsuzluğa qədər. Yəni kəsişən isə bura oldu. Birləşir 6/3-1-dən 11/2-yə qədər. Baxaq görək. Ən böyük və ən kiçik tam həllərin cəmini tapır. Ən böyük 11/2-dir, ən kiçiyi də -11/2-dir. Daha doğrusu tam həll deyirsə, burada 11-dir, burada isə -11-dir. Cəmini soruşur. -11 üstə gələk 11, 0 eləyər. Cavab D variantı. Bu da həmin tipli misaldır. Bir dəfə modul, yəni bax bunu yazacaq da, modul x kiçikdir 4/7, modul x böyükdür 2/3-1. Bunlar sistem təhlili kimi həllərini yazıb kəsişdirəcək. Modul x, indi birinci buna baxaq, 4/7-yə. Demək, x 4/7-dən kiçikdir, x böyükdür, -4 böyükdür. -4/7-dən. Bu nə deməkdir? Bunun həlləri, yəni -4/7-dən 4/7-yə qədər kəsişmə. Kiçik olanda kəsişdiririk. O birisi modul x böyükdür 2/3-1-dən. Yəni x-imiz böyükdür 2/3-1-dən, x kiçikdir -2/3-1-dən. Yəni mənfi sonsuzluqdan buna qədər 2/3-1-dən müsbət sonsuzluğa. Bunlar kəsişməyəcəklər. Bunların birləşməsi olacaq. Yəni həllimiz olacaq bu. Yəni bunun kimi o birisilər də eyni idi. Birləşir 2/3-1-dən müsbət sonsuzluğa.
Bunları biz indi bax çəkişdi. Bunun həlli budur. Bu ikincinin həlli budur. Bunları kəsişdirək ədəd oxunda. Demək, birinci gəlir ən kiçiyi -4,7-dir. Sonra gəlir 4,7. Belə -2,1. Sonra gəlir -2,1. Sonra -4,7. Yəni ən kiçiyi -4,7-dir, ən böyüyü 4,7-dir. Bunların kəsişməsini yazmaq, bunların həllərini soruşmur da. Ən kiçik və ən böyük tam həllərin cəmliyi yox. Biz elə həllərini tapaq. Bax, bu -4,7-dən 4,7-yə bunları iştirikləsək, bu həllərimizdə birincinin həllidir. Bax, bunun həlli budur. Bunun həlli isə budur. İndi bunu yazsaq, mənfi sonsuzluqdan 2,1-ə qədər. Yəni, kəsişən hissələr buradır. -4,7-dən -2,1-ə. Bunlar da daxil deyil, birləşir. Sonra 2,1-dən müsbət sonsuzluğa. 2,1 buradırsa, müsbət sonsuzluğa, yəni kəsişən hissə bu hissədə. Burada bura, burada da bura. Kəsişən hissə oradır. Yəni 2,1, 4,7. Burada da ən kiçik və ən böyük tam həllərin cəmini tapır. Burada bax, bu aralığa daxil olan ən kiçik -4-dür də, -4-dür. Burada isə ən böyük müsbət 4-dür. -4 ilə 4-ü toplasaq 0 eləyər. Cavab D olacaq. Bərabərsizliyini həll edin. Demək, modul -1-dən kiçikdir. İndi gəlin belə bir fikirləşək. Modul müsbət ədəddə, müsbət ədəd mənfi ədəddən kiçik olarmı? Demək, kiçik olmaz da. Bunun demək, həlli yoxdur. Demək, doğru olacaq. C variantı bizim cavabımız olacaq. Modulu gördüksə ki, mənfidən kiçikdir, demək, onun həlli yoxdur. E variantı. Böyük və ən azından bərabər ola bilər. Yəni, bərabər olsaydı, həlli olardı. Kiçikdir, bərabərdir olsaydı, yəni onu həll eləmək olardı. Bərabərsizlik, burada böyükdür, yəni hər zaman böyükdür də burada. Yəni, x-ə nə qiymət versək, müsbət olduğu üçün müsbət mənfidən böyükdür. Ona görə bunu da həll eləməyə ehtiyac yoxdur. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluq həllimizdir. Yəni, B-yə istənilən qiymət verin, o -3-dən böyük olacaq. Cavab B. Bərabərsizliyini həll edin. Burada da yəni görürük ki, sağda elə bir mənfi ədəddir. Yəni modul hər zaman müsbət olduğu üçün hər zaman mənfidən böyük olur. Ona görə də mənfi sonsuzluq, müsbət sonsuzluq 9-da cavab olacaq. D olacaq da. Bərabərsizliyini həll edin. İndi bunu həll etmək lazımdır artıq. Yəni, bax, modulu bir dəfə müsbətini götürək. Necə əvvəllər modula aid olan tənliklər yazırdıq da onun kimi. Böyükdür x plus 4. Buradan x-i sola, -1-i sağa keçirsək, x böyükdür. 1 üstə gəl 4, 5. Yəni, x 5-dən böyük. Bir həlli bu oldu. İndi ikinci həllə baxaq. Yəni, bunun mənfisini götürək. Mənfi 2x minus 1 böyükdür x plus 4. Yaxud bunun tərsinə yazıb, yəni 1 minus 2x böyükdür x plus 4 kimi yazarıq. Onda nə olacaq? 2x-i sağa keçirdək, 4-ü sola. 1 çıxaq 4. X üstə gələ 2x. Yəni 3x kiçik olacaq da. 3x kiçik tərəfi 3x-ə doğru. Bu da -3. Yəni kiçikdir -3-dən. X 3-ə bölsə, x kiçikdir -1-dən. Yəni bir bərabərsizlik də bu. Bunları ədəd oxunda göstərsək, -1 solda olar, 5 də sağda. 5-dən böyük, yəni sağa. Yəni həllərimiz budur. Və özə demişik ki, yəni böyük olanda modul böyükdürsə,
nə olacaq? Onun birləşmədən istifadə edir. -1-dən kiçik, bu da sola. Yəni sol tərəfə bizim həllər çoxu. Mənfi sonsuzluqdan -1-ə bunlar daxil deyil, birləşəcək. 5-dən müsbət sonsuzluğa. Yəni həllərimiz olacaq bu. -1, mənfi sonsuzluq -1, 5-dən müsbət sonsuzluq A variantı. Böyük bərabər 2 bərabərsizliyini ödəməyən tam ədədlərin sayını tap. Bax, bu ödəyir, böyük bərabərdir. İndi ödəməyən olanda kiçik diri olacaq da, yəni x plus 3 kiçikdir 2 ödəməyən olacaq. Həllər çoxluq olacaq. İndi bunu həll edək və oradan tam ədədlərin baxarıq, sonra sayarıq görək neçələrdir. Bunu nə cür eləyik? Kiçik modul kiçikdir A olduqda, demək onu nətər yazırıq? Bərabərsizlər sistemi kimi həll edirik. Müsbət halı üçün modulu atdım, alındı bu. Bir də mənfi halı üçün yazımda mənfi qoyuram qarşısına. X plus 3 kiçikdir 2 yazdım. Bunu mənfiyə vursam, yəni x 3-ü sağa keçsəm 2 çıxaq 3 -1 eləyər. Bu da -1-ə vursam elə böyükdür -2. Bunu da sağa keçsəm, yəni x kiçikdir, yox, böyükdür, -5 olacaq. Və yaxud mötərizəyə vurub, belə mənfini vurmaq olar mötərizəyə. Aldıq belə -1-dən, yəni dedik ki, sistem bərabərsizlikdə nə cür eləyib, bunları kəsişdiririk. Ədəd oxunda qeyd edəsək, -5 demək soldadır, -1 sağda, -1 -5-dən böyükdür. -5-dən böyük sağa, -1-dən kiçik sola. Kəsişən hissə oldu bura. Bunlar da aid deyil. Yəni həllərimiz nə oldu? -5, -1 aralığı. Bunlar da daxil deyil. Bu aralığa daxil olan tam ədədlər hansıdır? -5 aid deyilsə, -4, -3, -2. -1 də aid deyil. 3 dənə. O da cavab E variantı olar. Bərabərsizliyini ödəməyən tam ədədlərin sahib. Burada böyük olduğu üçün bunları heyət kimi həll eləyəcəyik. X üstə gələk 4 böyükdür. 1-dən böyük bərabərdir, ödəməyin deyirsə, demək kiçikdir. Kiçikdir 1, yəni bərabərdir də. Bərabərdir ödəyir. Demək kiçikdiri götürəcək. Bərabərsizliyini həll edəcək. Kiçikdir 1-dən. Bu bərabərsizlik ödəmir. Şimdi bunu həll eləyək. X-ə gəl 4 kiçik haldır da, yəni burada kəsişdir. Bərabərsizlik sistemi kimi baxar. Kiçikdir 1 və X-ə gələk 4 böyükdür -1 kimi yazacaq bunu. O 4-ü sağa keçsən 1 çıxaq 4 kiçikdir -3, bunda x kiçikdir -5 olar. İndi buradan bunları kiçikdir yox, böyükdür. Böyükdür də burada. Demək, ədəd oxunda göstərir. -3, -5 solda, -3 sağda. -3-dən kiçik. -5-dən böyük sağa. Bunlar da daxil deyil. Kəsişən həllimiz -5, -3-dür. Tam edilən sayıdan bir dənə -4 var da, yəni cavab olacaq D variantı. Bərabərsizliyini həll edib. Bilirik ki, bax, x kvadrat modul x-i, yəni modul x kvadratını, daha doğrusu modul x-in kvadratı kimi yaza bilərik. Eyni şey, kvadratı onsuz da müsbət eləyir. Yəni, bax, burada bu tənliyi belə yaza bilirik də, modul x-in kvadratı çıxılsın 4 vurulsun modul x, çıxaq 5, böyükdür 0. Bunun vuruqlarını ayıraq da, elə modul x-i yeni bir dəyişəndən də əvəzləmək olar, t ilə falan. Amma belə də yaza bilərik də, bax,
hasili -5, cəmi -4 olan ədədlər -5 ilə müsbət 1-dir. Yəni modul x -5 vurulsun, modul x vuruklarını ayıranda plus 1. -5'i 1'e vuran -5 toplayanda -4 edir. Böyükdür 0. Şimdi bunların sıfırları modul x 0'a bərabərləyirəm də modul x -5 bərabər 0. Modul x bərabər 5. Yəni bu x nə deməkdir? Həm müsbət, həm mənfi 5'ə bərabərdir. Burada nədir? Modul x üstə gedir 1 bərabər 0. Modul x bərabər -1. Yəni olmaz da. Mənfi olmayacaq. Yəni bu həllimiz deyil. Yəni -5 ilə müsbət 5 qeyd eləsək böyükdür 0. -5 və müsbət 5. Demək bu həmişə müsbətdir. Buna baxacaq da indi. 6 versək, bax 6 qiymətini versək nə olacaq? 6-dan 5'in çıxsaq, eyni alınır da onsuz da. 1 müsbətdir. Demək, bu aralıqdan x-ə qiymət versək, tutaq ki, mənfi, belə, nə bilim, 2 çıxaq 5, o mənfi olacaq. Bu bir aralıqdan versək, tutaq ki, mənfi 6, onda yenə müsbət 6 çıxaq 5 müsbət olacaq. Yəni, bizim həllimiz kiçikdirdir, yoxsa böyükdür, yox. Böyükdür hissəsi lazım. Yəni, cavabımız olacaq mənfi sonsuzluqdan -5'ə qədər. Bunlar da daxil deyil. Yəni, görür ki, bərabərdir işarəsi yoxdur. Birləşir 5'dən müsbət sonsuzluğa. Mənfi sonsuzluqdan -5'ə, 5'dən müsbət sonsuzluğa 13'də A variantı. Da həmin tipli misaldır. Bunun yəni x kvadratını biz modul x-in kvadratı kimi problemsiz dəyişə bilərik, yaza bilərik. Çıxaq 4 kiçik bərabərdir 0. 4'ü indi biz nəyin hasili kimi yazsaq, cəm 3 olar hasil. Burada demək müsbət 4 ilə müsbət 4 ilə -1. Modul x üstə gedək 4. Modul x minus 1. 4'ü -1'ə vuranda -4 toplasam 4 ilə belə 3 eləyər. Müsbət 3 kiçikdir 0. Bu hər zaman müsbətdir onsuz da. Buna baxacaq. Kiçik olması üçün bu kiçik olmalıdır da. Modul x çıxaq 1 kiçikdir 0 olmalı. Bunun sıfırı nədir? Elə 1'dir də. Plus minus 1'dir. Yəni x bərabərdir plus minus 1. İndi onu da ədəd oxunda qeyd eləyək. -1 müsbət 1. Bərabərdir də var. Bunlar da aiddir. 1'dən böyük qiymət versən, bax 2 versən tutaq ki. 2 çıxaq 1. Bu müsbət eləyər. Bu aralıqdan versəm 0 versəm -1 alınacaq. Bu aralıqdan versəm -2 tutaq ki, yenə müsbət eləyir. Bu da zaten müsbətdir. Yəni bu da müsbət eləyəcək. Bizə kiçikdir lazımdır, kiçikdir. O da -1, 1 aralığı. Bunlar da daxildir. Bərabərdir işarəsi də var. Cavab olacaq B variantı. Bərabərsinin ən kiçik tam həllini tapın. Bu -2x-i gəlin sağa keçirdək. X minus 4 kiçikdir. 2 üstə gələk 2x. Bir dəfə müsbət halını götürək. Bunu x minus 4 kiçikdir 2 plus 2x. X-i sağa keçirdim, 2'ni sola.
-6 eləyər burada. Kiçikdir, bərabərdir. X, yəni x böyükdür, bərabərdir -6-dan. Bunu yadımızda saxlayaq. Sonra bir dəfə də mənfini qarşısına qoysaq, yəni yerini dəyişsək, 4 minus x kiçikdir, bərabər 2 plus 2x. Onda 2 kiçik bərabər 3x olacaq. Yəni x böyük bərabər 3-də 2 olar. 6-dan kiçik. İndi gəl bu ədəd oxunu qeyd edək. -6 buradadır. -6-dan böyük bərabər. Burada daxildir. 3-də 2-dən. 3-də 2-də fərz eləyək ki, buradadır. O da daxildir. Böyük. Sağ ol. Demək, kəskin hissə hara olur? 3-də 2-dən müsbət sonsuzluğa. 3-də 2-də daxildir. Bərabər ən kiçik tam həlli, yəni 3-də 2-dən sonra tam həllər gəlir. 1 gəlir də. Cavab olacaq 1. C variantı. Bərabərsizliyini həll edin. 2 moduldur. Bu modulda sola keçəcək. Bunu da qruplarına ayıraq. Modulun içini, yəni nətər yaza bilərik? X çıxaq 5. X üstə gələk 3 kimi yaza bilərik də. -5 ilə 3 toplayanda -15 eləyər. Toplasaq -2. Bunu da sola keçirdirəm. Bu modulu bağladım. X minus 5. Değil mi? Kiçikdir, 0 qaldı da yerində. Bu hasillərin modulunu biz ayrı-ayrı da modulların hasili kimi yaza bilirik də. Yəni A-B-ni belə yaza bilirik. Modul A, bıraq modul B. Şimdi bunu da modullar, ayrı-ayrı da modullar kimi yazsaq, onda ikisindən, yəni modul x minus 5'i çıxardaram mötərizə xaricində, burada nə qalacaq? Modul x üstə gələk 3 çıxaq 1 qalır da, çıxaq 1 böyük, kiçikdir 0. Bax, indi bu ifadəyə baxsaq, 2 vuruqdur da, bir modul x minus 5, bir də bu, minus 1, kiçikdir 0. Yəni, bu zaten modul olduğu üçün müsbətdir. Bu isə mənfi olmalıdır ki, bərabərsizlik doğru olsun. Yəni, x minus 5 müsbətdir. Bunun kiçikliyinə baxacaq da, modul x üstə gəlir. Yəni, bu ehtiyac deyil. Yəni, bu müsbətdir. X plus 3 çıxaq 1, kiçikdir 0. Tənliyinə baxmalıyıq. Buradan da modul x plus 3 tənliyi deyəndə bərabərsizlik kiçikdir 1-dən. Kiçikdir olanda bunların kəsişməsinə, həllərin kəsişməsinə baxacaq. Bir dəfə x plus 3 kiçikdir 1-dən, biri sağa keçsin, x kiçikdir -2-dən. Sonra bir dəfə də x plus 3 böyükdür -1-dən. Oradan -1-dən x böyükdür -4-dən. Şimdi bunu kəsişdirsək, -2-dən kiçik, -4. -2 sağdadır, -4 solda. -4-dən böyük sağa. Bunlar da daxil deyil. -2-dən kiçik sola. Yəni kəsişən hissə bura oldu. Bizim elə cavabımız da oldu. -4, -2. C variantı. Bərabərsizliyini ödəməyən tam ədədlərin sayını tapın. Bu əgər kiçikdir ödəyirsə, böyükdür, bərabərdir ödəməyəcək. Yəni, belə yazarıq da, bunu həll eləməliyik. Böyükdür, bərabərdir. Bunu qruplarına ayıraq. X minus 2 olacaq qruplarından biri. Biri də x plus 1. -2-ni 1'ə vuram, -2 toplayıram, -1 eləyir modulda. Demək, bu bərabərsizliyi həll eləməliyik. Bunları hasil yaza bilərik də. Bax, bunu da sağa keçirdirəm. Bunları yəni. Bunları da yazıram ayrı-ayrı modulların hasili kimi. Minus 2 modulda vurulsun.
modulda modul yazıramsa mötərizəyə ehtiyac yoxdur. Demək, x plus 1 x minus 2, x plus 1, bax bunu yazdım, kiçikdir. Bunu da onların yanına gətirəndə minus olacaq. Minus x minus 2. Kiçikdir tərəfi düşür burada. Kiçikdir bərabərdir 0. Burada 0. Bunu keçirdəndə yerində 0 qalır. Yəni x minus 2 orta belə mötərizə xaricinə çıxarsam qalacaq. X plus 1 çıxaq 1. Kiçikdir, bərabərdir 0-dan. Bunun ifadənin 0-dan kiçik olması üçün bu müsbətdir də, modul işarəsi müsbətdir. Amma bu mötərizə mənfi olmalıdır ki, ifadə doğru olsun. Yəni x plus 1 çıxaq 1 demək nə olmalıdır? Kiçik bərabər 0 olmalıdır. Amma burada da buna da baxaq, həm müsbət olur, həm də ki 0 qiyməti bu bərabərliyin həllidir. X-ə 2 versək 0 olur. 0-a da bu mötərizə vuranda 0 0-a bərabərdir. Yəni bir həllimiz 2-dir. X-in bir qiyməti bu 2-dir. Onu yadımızda saxlayaq. Demək, x-ə gərək 1 çıxaq 1 kiçikdir 0. Sonra x plus 1 kiçikdir bərabərdir 1. Yəni modul kiçikdir 1-i nə cür həll edirik? Bir dəfə x plus 1-i kiçik bərabər 1 götürürük. Bir dəfə də x plus 1-i böyük bərabər mənfi 1 götürəcək. Yəni bunun mənfi qiyməti. Buradan x kiçikdir. 1-i sağa keçirsəm kiçik bərabər 0-dır. Burada isə böyük bərabər mənfi 2-dir. Yəni kiçikdir olduğu üçün nə olur? Bunu bərabərçilər sistemi kimi həll edib kəsişdirir. Yəni 0-dan kiçik, mənfi 2-dən böyük. Mənfi 2-dən böyük sağa, 0-dan kiçik sola. Kəsişən hissə buradır. Yəni həllimiz mənfi 2 və 0-dır. Bunlar da daxildir. Bunlar da daxildir. Burada nə var? Demək, mənfi 2 var, 1 var, mənfi 1 var və 0 var, 3. Bir dənə də dedik ki, x 2-yə bərabərdir. Yəni, x 2-yə bərabər olanda bu bərabərçiliyin həlli olur. Demək, 4 dənə. Cavab olacaq 4. Yəni, E variantı. Bərabərçiliyin neçə tam həlli var? Bu da bərabərçilər sistemidir. 8-dən kiçikdir. Bir də modul x böyükdür 5-dən. Bunları ayrı-ayrıqda həll edib, sonra kəsişdirməliyik. Bir də kiçikdə deyirik, bərabərçilər kimi həll eləməliyik? X minus 7 modul x. Bir dəfə 8-dən kiçik eləyirik, bir dəfə x minus 7-ni böyükdür, mənfi 8-dən. Kiçik olanda bərabərçilər sistemi kimi həll edirik. Demək, x kiçikdir 15-dən, x böyükdür mənfi 1-dən. 15-dən kiçik mənfi 1-dən. Bu 15 olsun, burada mənfi 1 olsun. 15-dən kiçik sola, mənfi 1-dən böyük sağa. Demək, kəsişən hissə bura oldu. Bunlar da ki, aid deyil. Yəni, həllimiz mənfi 1-dən 15-ə qədərdir. Bu birinci hələ birinci bərabərsizliyin həllər çoxluğudur. Bu ikinci bərabərsizliyi ayrıca yazaq. Böyükdür 5. Bir dəfə müsbət halına demək 5-dən böyük elədik. Bir dəfə də x minus 7-nin mənfisini götürür. Mənfiyə götürüb mənfiyə vursaq x minus 7 böyükdür yox, kiçikdir, mənfi 5 olacaq. Yəni, bunu da sağa keçsin, böyükdür 12-dən, x kiçikdir, mənfi 5 üstə gəl 7, 2 eləyəcək. 2-dən kiçik, 12-dən böyük. İndi bu
böyük olanda, böyük halı üçün dedik ki, nədir? Bunların birləşməsini yazacaq da. Yəni 2-dən, bax 2 demək 12 sağdadır, böyükdür. 2 soldadır. 12-dən böyük, yəni sağa, 2-dən kiçik sola. Yəni mənfi sonsuzluq 2 bizim həllərimizdir. Birləşir 12-dən müsbət sonsuzluğa. Yəni həllər çoxluğumuz budur. Yəni bax, birinci bərabərsizliyin həllər çoxluğu budur, ikinci də budur. İndi bunları da kəsişdirməliyik və həlləri tapmalıyıq. İndi bax, mənfi sonsuzdan 2-yə qədər. 2 daxil deyildi də, eləmi? Mənfi 12 də daxil deyil. İndi mənfi 1, 15. 15, 12-dən sonra gəlir də. 15 buralardadır, fərz edəyik. O da daxil deyil. Yəni 15 ilə mənfi 1 arası. Mənfi 1, bax 2-dir. Mənfi 1 solda yerləşəcək də. Mənfi 1 buralardan. Yəni bax, bunların da kəsməsi yaxud belə götürək də, bax. Mənfi 1, 15. Yəni kəsişən hissələr hara olur? Bura olur da. Mənfi 1, 2. Mənfi 1, 2. Bir də 12, 15 aralığı. Yaxşı. Yəni həllərimiz oldu nə? Mənfi 1 və 2. Bunlar da daxil deyil. Birləşir. 12, 15 aralığı. Tam həllərə baxaq. Bu mənfi 1, 2 də aid deyil. Heç biri aid deyil. Onda olacaq nə? 0, 1. Bəs burada 13, 14. Neçə tam həlli var? 4 dənə tam həlli var 18-də. Bərabərsizliyin tam həllərinin cəmin deyir tapın 19-da. Demək, 2 qat bərabərsizlikdə modul x minus 6 kiçik olmalı 7. Bərabərsizlik sistemi kimi həll eləyək. Modul x minus 6 böyükdür 4-dən. İkisini ayrı-ayrı da baxaq. Yəni, modul x minus 6 kiçikdir 7. Bir dəfə x minus 6-nın müsbət halına baxaq 7. Kiçikdir halı olanda modul deyirdik nətər? Bərabərsizlik sistemi kimi yazıb kəsişdiririk. X minus 6 7, bir də x minus 6 mənfi 1-ə, yəni mənfi halına da x minus 6 kiçik halına 0-dan. Onda böyükdür, mənfi 7 olar. Buradan x kiçikdir 13-dən, x böyükdür mənfi 1-dən. Bu olacaq həllərimiz nə? Mənfi 1-dən 13-ə. Bu bizim həllərimiz. Bunun həlli. Yox, birincinin həlli. İkinciyə baxaq. Modul x minus 6 böyükdür 4-dən. Böyük olanda bərabər belə heyət kimi baxaq. Yəni x minus 6 bir 4-dən böyük, bir də x minus 6 kiçikdir mənfi 4-dən. Həll eləsək, buradan x böyükdür mənfi 2-dən. Müsbət 2, yox, 10-dan daha doğrusu. Mənfi 6-ını sağa keçirsən, 4 üstəgəl 6, 10 eləyər. Bunu sağa keçsəm, 6 çıx 4, yəni 2 eləyəcək. Kiçikdir 2-dən. 10-dan böyük, 2-dən kiçik. Yəni, bu nə olacaq? Mənfi sonsuzluqdan 2-yə qədər birləşir 10-dan müsbət sonsuzluğa. Gəlin bu ikisini birləşdirək. İkisini kəsişdirək daha doğrusu. Ədəd oxunda göstərək.
Demək, mənfi 1, 13. Bu mənfi 1 var, 13 var, 2 var, 10 var. Bu hansı ardıcıllıqla? Bir ən kiçiyi mənfi 1-dir, sonra 2 gəlir, sonra 10 gəlir, sonra 13. Bunlar heç biri daxil deyil. Deyir ki, 13. Birincinin həlli mənfi 1, 13-dür. Yəni, bunları göstərək, yəni ştrixlərindən hissə buradır. Sonra, ikincidə isə mənfi sonsuzluq 2, mənfi sonsuzluq 2, bir də 10 müsbət sonsuzluq. Kəskin hissələr hara oldu? Mənfi 1, 2, bir də 10, 13 oldu da, yazaq onu. Yəni, həllərimiz oldu. Mənfi 1, 2, daxil deyil, birləşir 10, 13. Bu aralıqda hansı tam ədədlər var? Mənfi 1-dən sonra 0 gəlir, sonra 1 var. 0, 1. Burada isə 11, 12 var da. Bunların cəmini soruşur, değil mi? Tam ədədlərin cəmini tapın. 0 üstə gəlir, 1 üstə gəlir, 11 üstə gəlir, 12. Bu 23, o da 1, 24 eləyəcək. Cavab 24 olar. Bərabərsinin ən kiçik tam həllini tapın. O böyükdür 0. Modul işarəsi bilirik ki, nədir? Müsbət ədəddir. Bu ifadənin müsbət olması üçün sürətlə gərək müsbət ola. Müsbəti müsbətə bölündə 0-dan böyük olur. Yəni, x-2 böyükdür 0, x böyükdür 2. Bir şey olmalı. Yəni, bax, burada x demək nə olmalıdır? Onsuz da bu işarə ona imkan vermir. Bunların sıfırları hansıdır? x3 halında, yəni x3 olanda, bir də 2 olanda. Yəni, belə eləyək də, ədəd oxunu çəkək, 2 və 3-ü qeyd eləyək, intervallar. Yəni, görür ki, məxrəc 3-dən fərqli olmalı. Onsuz da, yəni, bu böyükdür işarəsi, bərabərdir, yoxdursa, onu tələb eləyir. Bunlar aid deyil, daxil deyil. 3-dən böyük qiymət verirəm, tutaq ki, 4. Onsuz da bura müsbətdir, 4 versəm müsbət. Bu aralıqdan 2.5 versəm müsbət. Burada müsbət, o heç də, onsuz da modul müsbətdir. Buradan qiymət versəm, tutaq ki, 1 versəm mənfi. Yəni, mənfi qiymət alacaq. Böyükdür işarəsi, yəni 2-dən 3-ə qədər, 3-dən müsbət sonsuzluğa qədər olacaq da həllimiz. Ən kiçik, yəni 2-dən 3-ə qədər ikisi də aid deyil, birləşir 3-dən, yəni 3 də daxil olmadığı üçün mütləq belə yazmalıyıq. Sonsuzluğa. İndi buradan ən kiçik tam həll. Bax, tam həll, yəni 2 daxil olsaydı 2-ni götürərdik, yoxdur. 3-ü də götürə bilmərik, çünki o da daxil deyil. Onda keçirik bu birisi tərəfə. Burada 3 daxil deyilsə 4 olacaq da. Bizim ən kiçik tam həllimiz 4 olar. Ən böyük tam həllini tapın. Bu da həmin tipli misaldır. Yəni, bax, sıfırlar neçə olur? 5 olur. X-5'i sıfıra. Bir də bunu sıfıra bərabər eləsən 4 olur. 4 və 5. Ədəd oxunda qeyd edirəm 4-ü və 5-i. Bunlar da daxil deyil. Bərabər də işarəsi yoxdur. Həmçinin də bu məxrəcdədir. Bu ümumiyyətlə olmaz. 4-x sıfırdan fərqli qiymət almalı. O cümlədən elə sürətlə intervalları qeyd elədik. İndi 6 versək, 5-dən yuxarı 6 versək, müsbət bu aralıqdan 4.5 versək, o mənfi olacaq. 4.5 çıxaq 5 elə bir ki, mənfi olar. Sonra tutaq ki, 2 versək, o da mənfi. Bizə kiçikdir hissəsi, yəni mənfi sonsuzluqdan 4-ə qədər, 4-dən 5-ə qədər. Çünki bunlar daxil deyil də. Daxil olsaydı, yəni bir dəfəlik yenə mənfi sonsuzluqdan 5-ə yaza bilərdik.
Yəni həllimiz olacaq mənfi sonsuzluqda 4-ə qədər, 4 daxil deyil, birləşir 4-dən 5-ə qədər. Bu ikisi də daxil deyil. Bizim həllərimiz oldu. Ən böyük tam həllini tapın. Bax, ən böyük 5 olardı, əgər aid olsaydı, daxil olsaydı. Sonra 4 də daxil deyil, demək 4-dən kiçik də 3. 3 bizim tam həllimiz olacaq. Uyğunluğu müəyyən edin. Demək, tam həllərin cəmi 15-ə bərabər, tam həllərin sayı 3-ə, tam həllərin sayı 6-ya, həlli yoxdur, bütün həqiqətlər çoxluğudur. Baxaq, demək, x-5, x-1 kiçikdir, bərabərdir 0, adi bərabərsizlikdir. 0-dan kiçik olmalıdır. Demək, bunların sıfırları mənfi 5 və 1-dir də. Yəni, mənfi 5 solda, 1 də sağda. Bu intervallarımız. Birinciyə baxırıq da. 1-dən böyük qiymət 2 versəm müsbət. Bu da müsbət. Müsbəti müsbətə böləndə müsbət. Bu aralıqdan qiymət verirəm. Tutaq ki, 0 versəm bu müsbət, bu mənfi. Müsbəti mənfiyə böləndə mənfi. İkisi də mənfi olsa, tutaq ki, mənfi 6 olsa, bu aralıqdan versəm də mənfi, bu da mənfi. Mənfini mənfiyə böləndə müsbət. Bizə kiçikdir hissəsi lazım. Bərabərdir də var. Bir dəqiqə. Burada 1 ola bilməz. Çünki məxrəc 0 olacaq. Ona görə bu aid deyil, daxil deyil həllər çoxluğuna 1. 5 isə daxildir. Yəni, sürət 0 ola bilər. 0 olsa 0 bölərik x-1-ə, o da 0 eləyəcək. Burada kiçikdir, bərabərdir halı var. Demək, bizim həllərimiz oldu mənfi 5, daxildir 1. Bunun görə tam həlləri falan. Burada tamlar hansılardır? Mənfi 5 var, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1 yox, 1 daxil deyil. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənə. Tam həllərin sayı 6-ya bərabərdir. Bu C-ni bura yazaq. Sonra cəmi görək nəyə bərabərdir? Mənfi 9, 12, bu da 15. Mənfi 15-ə. Bəli, A variantı da bura uyğun gəlir. Tam həllərin sayı 3-ə bərabərdir. Bunlar demək, dəxli yoxdur da, buna aidiyyəti yoxdur. Keçirik ikinciyə. Modul x-5 kiçikdir 2. Bunu nə cür həll edirik? Kiçikdirsə, demək, kəsişdirəcəyik. x-5 kiçikdir 2. Bir də x-5 böyükdür mənfi 2. Yəni, buradan nə alınır? Mənfi 5 sağa keçsəm 7-dən kiçikdir. Mənfi 5 sağa keçsəm 5 çıxaq 2. Müsbət 3, böyükdür 3-dən. 7-dən kiçik 3-dən böyük, yəni 3-7 aralığı. Bunlar da daxil deyil. Burada tamlar nə qədərdir? Tam hansılardır? 4-dür, 5-dir, 6-dır. 3 dənədir. Tam həllərin sayı 3-ə bərabərdir. B-ni yazıram bura. Həlli yox, həlli bütün həqiqətdə çoxluğudur, deyil. Yəni, başqa variant uyğun gəlmir buna. Elə bir dənəsi. Üçüncüyə baxıram. X kvadrat plus 3x plus 5 böyükdür 0. Baxırıq ki, yəni diskriminantı bunun 0-dan kiçikdir də. Yəni, B kvadrat, yəni 9 çıxaq, 5 dəfə 4-üm 20. Yəni, diskriminant 0-dan kiçikdir. Diskriminant 0-dan kiçikdir, özdə A-sı da 0-dan böyükdür. Belə olan halda nədir? Yəni, parabolada kvadrat düşərlidir, absiyoxundan yuxarıda yerləşir. Yəni, həmişə aldığı qiymətlər müsbətdir. Müsbət qiymətlər alır. Yəni, 0-dan böyük qiymətlər alır. Həlli bütün həqiqət, yəni x-ə nə qiymət versək, bu ifadə 0-dan böyükdür. Yoxlaya da bilərsiniz, yəni onda E variantı bizim həllimiz olur. Yəni köklərinə ayrılmır deyib, ya kökləri yoxdur deyib, həlli yoxdur yazsaz, bu artıq səhv olar. Ən kiçik tam həlli mənfi 5-dir, 3 natural həlli var, ən böyük tam həlli 6-dır, 4 natural həlli var, ən kiçik tam həlli mənfi 1. Demək, həllərini tapmaq lazım. Modul kiçikdir 4-dür, biz nə cür eləyirdik? Bərabərsizlər sistemi kimi eləyirdik. Demək, x-2 kiçikdir 4. Bir də x-2-ni mənfisini götürürük də.
böyükdür, -4 olacaq. Buradan x -2-ni sağa keçirsəm 6 olar. Bunu da sağa keçirsəm -2 olacaq. X böyükdür, -2. -2-dən böyük, 6-dan kiçik. Yəni həllimiz də elə olur o. Bunlar da daxil deyil. Burada tam ədədlərdən söhbət gedir. Hansı tam ədədlər var burada? Demək, -2-dən sonra 6 aralı. Demək, -1 var, 0 var, 1 var, 2 var, 3 var, 4 var, 5 var. 6 daxil deyil. Neçə 3 natural həll var, 4 natural həll. Neçə dənə natural var? 5 dənədir burada. Ən kiçik tam həlli -5'dir. Yox. 3 natural, ən böyük tam həlli 6'dır. Deyil. 4 natural. Ən kiçik tam həlli -1'dir. Bəli. Bax, görün -1. Bir dənə variant uyğun gəldi bura. E variantı. İndi buna baxaq. 1/2'dən böyükdür modul x, 5/5'dən kiçikdir. Bunu necə eləyirik? Elə bir 2 dənə bərabərsizliyin sistemi kimi yazırıq da. Modul x həm də böyükdür 1/3'dən. Bundan kiçik bərabər yəni nədir? -5/5, 5/5 aralıdır həllimiz. Bu böyükdür olanda nə olur? Mənfi sonsuzluqdan mənfisinə qədər, bunun müsbətinə qədər. Yəni x mənfi sonsuzluqdan 1/3'ye qədər, bu daxil deyil, yəni birləşir, yəni böyükdür olanda birləşdiririk də, 1/3'dən bu -1/3'ye qədər da 1/3'dən neçəyə qədər? Müsbət sonsuzluğa qədər. Bəli. İndi bunları da kəsişdirməliyik. Bunları kəsişdirəndə görək nə alınır. Ədəd oxunda qeyd edirəm. -5/5 var. Sonra 1 bunları qeyd edək. -5/5 1. Sonra -1/3'2. Sonra bir dənə 1/3'2 var. Sonra müsbət 5/5 var. Bunlar heç biri həllər çoxluğuna daxil deyil. İndi bax, bu -5/5, 5/5 bax. Bunları ştrixlədim, həlləri. Birincinin həlli bu idi. İkincinin həlli mənfi sonsuzluqdan bura qədər. Yəni bax, bunu fərqləndirək. Mənfi sonsuzluqdan -1/3'ye qədər. Və kəsişən hissə hara oldu? -5/5, 1/3'2. Buradan isə 1/3'dən müsbət sonsuzluğa qədər davam edir. Yəni, demək, burada da kəsişən hissə 1/2, 5/5 aralıdır. Yəni, onları ayrıca yazaq. Yaxşı. Kəsişən hissə demək, -5/5, -1/3'2 birləşir 1/3'dən 5/5'ə. İndi tam ədədləri bir-bir yazaq. Bax, burada -5/5'in sağında -5'dir. Sonra -4, sonra -3, sonra -2, -2, sonra -1 gəlir. Amma -1 bunun sağındadır. Solunda -2'dir. Yəni -2 bitdi birinci üçün. İndi buna baxaq. Burada 2 gəlir. Sonra 3, 4, 5. 6 eləsəm bura daxil olunur da. Yəni bax, burada bunlardır. Ən böyük tam həlli 6'dır. Yox. 4 natural həlli var. Görün neçədən? 1, 2, 3, 4. Bəli, 4 natural həlli var. D var. Yəni 2, 3, 4, 5 natural ədədlərdir də deyil.
Sonra nə var? Ən böyük tam həlli 3 natural həlli deyil. Ən kiçik tam həlli -5-dir. Bəli, ən kiçiyi -5-dir. A variantı da bura aiddir. İndi bu birisini ayrıca yazaq. Və buna baxdıq. İndi buna ayrıca yazaq. A-nı da yazdıq da. Ən kiçik tam həlli -5-dir. İndi buna baxaq. 2-yə bölsək hər tərəfi olacaq nə? 7-də 1 kiçikdir 1 bölək x, o da kiçikdir 2-yə bölürəmdə 4-də 1 olacaq. 2-də 1-i 2-yə bölsəm 4-də 1 olar. İndi bunu nə cür eləyirdik? Bunu əksini yazmaq üçün bunların da əksini yaza bilərik. 4-də 1-in də əksini 4 olacaq, 7-nin də 7. Amma bunların bərabərçilərin istiqaməti müsbət olanda dəyişirik. Yəni bu tərəfə. Sağa idi, indi sola elədik. Yəni 7, 4 arası olacaq x-in qiymətləri. Bu da ki, hansıdır? 6-dır, 5-dir, 3-dür. 3 natural həlli var, B variantı. Bura uyğun gəlir. Ən böyük tam həlli 6-dır, bəli. Ən böyük tam həlli 6-dır. Yəni C variantını da bura yazarıq. 7A, BC. Bərabərsizlər üçün uyğunluğu müəyyən edin. Ən böyük tam həlli 9, 2 natural həlli var. Ən kiçik tam həlli -4, 4 natural həlli var. Ən kiçik tam həlli -6. Yaxşı, baxaq birinciyə. X-1 kiçikdir 6. Yəni bunu bərabərsizlər sistemi kimi yazsaq, X-1 kiçikdir 6. Bir dəfə də -x-1 yaxud 1-x böyükdür, -6 yazır. Belə 6 yazırıq da, yaxud belə yazırıq. X-1 böyükdür, -6. -1-ə vururuq. İndi nə oldu? Buradan x -1-i sağa keçirdim. 7-dən kiçik, x böyük, -5. Yəni aldıq nə? -5-dən böyük, 7-dən kiçik. Yəni -5, 7 aralığı. Bunlar da daxil deyil. Tam ədədlər hansılardır? Bir yazaq. Buradan yazıram. -6, -5 daxil deyil. Yox, -5-dən sağa -4 gəlir. -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5, 6. 7 daxil deyil. Ən böyük tam həlli 9-dur, deyil. 2 natural həlli var, deyil. Ən kiçik tam həlli -4-dür, bəli. Ən kiçik natural həlli. Ən kiçik tam həlli, bəli, -4-dür, bəli. C variantı. 4 natural həlli var, deyil, çoxdur. 6. 4 natural, ən kiçik tam həlli -6-dır. Xeyr. Bir dənə sorğun gəldi. Bu birisinə baxaq. 4-1, 6-2. Yəni bunların ikisinə baxırıq da 6-2 model x böyükdür 4-1. İndi bunun kiçikdir halına ayrıca baxaq. Kiçikdir olanda demək x 6-2-dən kiçikdir, x böyükdür -6-2-dən. Yəni bunun həlləri -6-2-dən 6-2-yə. Bunlar da daxil deyil. Yaxşı, bunun həlli. İndi qaldı bunun həlli. Bu böyükdür olanda, bu da onun da həlli hansıdır? Mənfi sonsuzluqdan -4-3, 4-3-1-ə qədər -4-3-1 birləşir. Bundan dəfələrlə eləmişik də. Birləşir 4-3-1-dən müsbət sonsuzluğa. Bunları bu ikisini bunları kəsişdirək. Ədəd oxunda. Demək, -6-2 ən kiçiyidir. Sonra -4-1 gəlir. Sonra 4-1 var, müsbət. Sonra 6-2 gələcək. Bunların heç biri
daxil deyil həllər çoxluğuna. Birincinin həlli mənfi 6/2, 6/2-dir. Bunları iştirakləsəm. Bu başdan o başa. Sonra o birisi mənfi sonsuzluq mənfi 4/1. Yəni bax bura mənfi sonsuzluqdan mənfi 4/1-ə qədər. Yəni mənfi 6/2, 4/mənfi 4/3 bir həllimiz oldu. Burada da 4/1-dən müsbət sonsuzluğa kəsişən hissələri götürürük. Mənfi 4/1-dən 6/2-yə. Demək, aldıq nə? Mənfi 6/2, mənfi 4/1. Mənfi 6/2, mənfi 4/1 birləşir. 4/1, 6/2. Burada tam ədədlər hansılardır? Bunun sağında mənfi 6 var, mənfi 5 var, mənfi 4 bunun yəni 4/1-dən solda mənfi 5-dir. Bu 4/1-in sağında mənfi 4-dür. O daxil olmur ona. Ona görə 4/1, 6/2. Burada 5 gələcək. Sonra 6 da var da 6/2 sağındadır onun. Demək oldu nə? Ən böyük tam həlli 9-dur deyil. 2 natural həlli var. 5, 6. Bəli. B variantı. Sonra 4 natural həlli var deyil. Ən kiçik tam həlli mənfi 6-dır. Bəli. Ən kiçik mənfi belə həlli mənfi 6 E variantında buraya yazırıq. İndi bir dənə qaldı. Üçüncü. Bunları baxdıq. İndi silək. O birisinə yer olsun. Bunu da nə cür eləyirik? Gəlin 1/x-ə gətirək də 4-ə bölək hər tərəf. 5-də 2-ni 4-ə bölünəmsə 4-də 1-ə vururum da. Yəni belə 10-da 1 eləyəcək. Bax, bura 4 yazsam 4-dən 2 qısa gedər 10-da 1. 10-da 1, yəni x-in burada 1/x alınır. 4-ə bölsəm, bunu da 4-ə bölsəm 2, 6-da 1 qalacaq. Yəni bunu tərsin yazsaq x olacaq. Bunların da tərsin yazıram da 10 və 6 istiqamətləri dəyişir. Bu bərabərsizliyin istiqamətləri dəyişir. Yəni 10-dan kiçik, 6-dan böyük. Hansı ədədlərdir onlar? Onlar da daxil deyil. 7-dir, 8-dir, 9-dur. 3 dənə. 4 natural həlli var. Demək, ən böyük tam həlli 9-dur. A variantı. Bura daxil eləyək. Ən kiçik tam həlli mənfi 6 bayaqki idi də. Onu yazmışam. 4 natural həlli var? Yox. 3 dənə natural həlli var. Oldu ya C, B, Y, A. Bərabərsizliklər üçün deyir, uyğunluğu müəyyən edin. A-nın 0, mənfi 6 qiymətlər verməliyik hər dəfə, hər birinə. Birinciyə baxaq. 0 verək. Kiçikdir, bərabərdir 0. X-6 0-dan kiçik bərabər. Belə hal bir dənə mümkündür. X-in 6 qiymətində bərabər ola bilər. Vəssalam. Yəni kiçik olmaz. Yəni X-in 6 qiymətində bu bərabərsizlik doğrudur. Olduqda A bərabərsizlik həlli 6-dır. Bəli, bir dənə 6-dır. A variantı bura uyğun gələr. Sonra X-6 kiçikdir, bərabərdir. İndi 6 qoyaq A-nın yerinə. 6 qoysaq, burada bunun nətər kiçikdir yazanda nə edirik? X-6 bir dəfə kiçikdir 6-dan, X-6 bir dəfə böyük bərabər mənfi 6-dan. Bunları demək, X mənfi 6-nın sağa keçir. Kiçikdir 12-dən, kiçik bərabər 12.
Bunu keçirsəm 0 olacaq. Yəni x böyük bərabərdir 0-dan. 12-dən kiçik 0-dan böyük. 0-12 aralığı. Yəni o variant yoxdur. Bir də mənfi 6-ya bərabər eləyək. Kiçikdir, bərabərdir mənfi 6. Yəni bu hal mümkün ola bilərmi? Mənfi ədəddən kiçik ola bilərmi modul işarəsi? Əlbəttə yox. Bu da D variantı olar da onda cavabımız. Yəni D-ni də bura yazaq. Həlli yoxdur. İkincidə x-6 böyükdür. A-nın əvəzinə 0 yazsam. Yəni bunu nətər yazaraq? x6 0-dan böyük, x və 0-dan kiçik 2 hal kimi yazarıq da. Yəni x6-dan böyük, x6-dan kiçik. Yəni böyük olanda bunların birləşdirib yazırıq da, birləşməsini yazırıq. 6 daxil deyil. O da ki, hansıdır? Yəni C variantda mənfi sonsuzluq 6-ya birləşir 6-dan müsbət sonsuzluğa. C-ni bura yazaq. Mənfi 6 qoysaq, 6 qoysaq, x-6 böyükdür 6-dan. Bunu yazaraq 6 böyükdür 6-dan, x-6 kiçikdir mənfi 6-dan. Yəni bu belə olacaq. X böyükdür 12-dən, x kiçikdir 0-dan. Bu variant bunlardan heç birində yoxdur. Mənfi 6 da qoysaq elə həminki kimi olacaq. Yəni 1-ə uyğun gələcək. Üçüncüyə baxaq. Ya bunları silim. Üçüncü. Yəni x-6 böyük bərabər A. Yəni 0 qoysaq. Əvvəlcə A-nın əvəzinə 0 qoyuram. Modulda. Yəni 0-dan həqiqətən də modul x-in istənilən qiymətində 0-dan böyük bərabərdir. Yəni böyükdür halı üçün doğru olmadı. Amma bərabərdir də var da, yəni x-in 6 qiymətində bərabər ola bilir. Yəni ona görə x A0 olduqda həlli mənfi sonsuzluq, müsbət sonsuzluqdur B variantı. x-6 böyük bərabər 6 versək, x böyükdür 12. Bir də yəni x-6 böyük bərabər mənfi 6. Yəni x böyükdür, kiçikdir, kiçikdir mənfi 6. Yəni burada da şeydə 0. O cavab yoxdur. Elə bir dənəsi deyəsən bu B variantı uyğun gəlir. 6 olduqda da yoxladıq, yəni o da o variant yoxdur. Cavablarımız A, D, C, B olacaq. Bərabərçilər üçün uyğunluğu müəyyən edin. Bu da eyni tipli misaldır. 0, 4-ə və mənfi 4-ə yoxlamaq lazımdır hər birini. Birinciyə baxaq. x-4 kiçikdir 0. Kiçik bərabər 0. Yəni kiçik bərabər 0. Bərabər ola bilər. Yəni x-in 4 qiymətində bu bərabərlik doğru. Bir dənə həlli odur. Yəni A0 olduqda həlli 4-dür. B variantı. Sonra x-4 kiçikdir 4. Həllinə baxaq. Yəni bunun həlli demək nə olacaq? Bunu nətər yazırıq? x4 kiçikdir 4. Bir də x çıxaq 4. Böyükdür, bərabərdir, mənfi 4. X kiçikdir, bərabərdir 8. X böyük bərabər 0. O hal deyəsən 0, 8 yoxdur burada. O bir üçüncü, yəni mənfi 4-dən kiçik eləyək. X çıxaq 4, kiçikdir, bərabərdir, mənfi 4. Yəni, modul işarəsi mənfi ədəddən kiçik olmaz. Yəni, ona görə 4 olduqda, mənfi 4 olduqda həlli yoxdur. E variantında
yazırıq elə bunun yanında. Demək, ikisi getdi, qaldı bu birisi. Demək, ikinciyə x minus 4 a-dan böyük, yəni sıfırdan böyük. Sıfırdan böyük olur modul işarəsi, ancaq bərabər də ola bilər. Yəni, o da hansı qiymətində, yəni x4 böyükdür 0, bir də x çıxaq 4 kiçikdir 0-da, bunu belə həll eləyəcəyik və birləşdirəcəyik. Olur nə? X böyükdür 4-dən, x kiçikdir 4-dən. 4-dən böyük, 4-dən kiçik, 4-də daxil deyil, yəni bütün həllər çoxluğu, o da bax, bu D variantı olar da, mənfi sonsuzluq 4 birləşir 4-dən müsbət sonsuzluğu. D variantını da yazaq bura. Sonra modul x minus 4 böyükdür 4 versək nə olacaq? Bunu nətər yazırıq? X çıxaq 4 böyükdür 4, bir də x çıxaq 4 kiçikdir mənfi 4. Yəni x böyükdür 8-dən, x kiçikdir 0-dan. Bu hal yoxdur. Böyükdür mənfi 4 yazsaq, bax, modul x minus 4 böyükdür mənfi 4 yazsaq, modul işarəsi mənfi 4-dən böyükdür. Yəni, hər zaman olsa da böyükdür. Ona görə nə yaza bilərik? Amma bərabərdir də var da. Ona görə, yəni, bunu yaza bilmərik ki, mənfi 4 olduqda, onsuz variant da yoxdur. 4 olduqda həlli mənfi sonsuzluq, müsbət sonsuzluq, yəni deyil. Elə bir dənə həlli var, o da D-dir. İndi üçüncüyə baxaq. Üçüncüdə x minus 4 böyükdür, bərabərdir. A 0 versək, 0-dan böyük bərabərdir. Bəli, 0-dan böyük bərabər ola bilər. Həm böyükdür, bərabər də ola bilər. Yəni, istənilən qiymətində x-in. Amma variant A bərabər 0 olur, həlli mənfi sonsuzluq, müsbət sonsuzluqdur. A variantı. Sonra nəsə var? İndi yoxlayaq, görək bu 4 olduqda nə olur? O cavab uyğun gəlirmi? Olduqda mənfi sonsuzluq yox, əlbəttə yox. Böyük bərabərdir 4. Yəni, x-ə istənilən qiymət verdikdə 4-dən böyükdür deyə bilmərik. Tutaq ki, 2 versək, 2 çıxaq 4, mənfi 2, müsbət 2 olur. 2, 4-dən böyük deyil. Yəni, bu cavab bizim uyğun gəlmir. Demək, elə cavablarımız B-yə, D-A-dır. Uyğunluğu müəyyəndir. Tam həlləri yoxdur. Tam həllərin sayı 3-dür. Həllər çoxluğu aralığıdır. Və 1-dir. Tam həllərin sayı 2-dir. Yaxşı. X kvadrat birinci. Çıxaq 3x plus 2 kiçikdir 0. Bunu qruplarına ayıra bilirikmi? Bəli, mənfi 2, mənfi 1. Yəni, x minus 2, x minus 1 kiçikdir 0. İndi bunları sıfıra bərabər eləyən mötərizələr x-lər neçədir? Burada 2-dir, burada 1-dir. 1-2 aralığı. Buradan böyük qiymət versəm, 3 versəm müsbət, burada mənfi, burada müsbət alınacaq. Bizə kiçik hissəsi 1-2 bizim həllərimizdir. Bunlarda daxil deyil. Tam həlləri yoxdur. Həqiqətən də 1-2 aid deyil, arasında da tam həll yoxdur. Bax, bu A variantını buraya yaza bilərəm. Tam həlləri sayı 3-dür, yox. Həllər çoxluğu aralıqdır, deyil. Ödəməyən iki natlı ədəd 1-dir. Ödəməyən ən kiçik natural ədəd 1-dir.
1-2 aralığına düşür. Bəli. Ən kiçik nöqtə ədəd 1-dir. Elə D variantını da bura yaza bilərik. Yəni ödəmir də bu. 1 ödəmir. Ən kiçiyi də odur. Yəni bura nə yazdıq biz? Bir dəqiqə. D ilə bir də nə oldu? Ödəmən D, bir də nə yazdı? Tam həlləri yoxdur. A. A, D. Sonra ikinciyə baxaq. Burada bax görürük ki, x üstə gələk 3-ün kvadratıdır, böyük bərabər 0. Yəni x-in istənilən qiymətində bu doğrudur da, 0-dan böyük bərabərdir. Həllər çoxu mənim sonsuzluq, müsbət sonsuzluq aralığıdır. C-ni də yazıram bura. Tam həllərin sayı 2-dir deyə bilmərik. Tam həllərin sayı 3-dür. Yəni dedik axı sonsuzdur. X-in istənilən qiyməti. İndi üçüncüyə baxaq. Modul müsbət ədəddir də. İndi bu kiçik olması üçün bu ifadənin bu ikinci mötərizə 0-dan kiçik olmalı. Bu da x minus 2, x plus 2-dir. Kiçikdir 0. Yəni 0-a bərabərləyən nədir? X-lər demək 2-dir. Bu da mənfi 2-dir. Yəni mənfi 2, 2 aralığı kiçikdir olursa nə olur? Mənfi 2-dən 2 olacaq da. Həlləri mənfi 2-dən 2-yə, bunlar da daxil deyil. Yəni x-də 0 ola bilmir. İndi bunun həllər tam həllər hansıdır? Demək, mənfi 1-dir, 0 da deyil. 0 ola bilməz, 0-a bərabər olur da. Mənfi 1, 1. Mənfi 1, 1. Tam həllərin sayı 2-dir. E variantı. ADSY. Tam həllərin sayı 3-dür deyə bilmərik. Yəni ADSY. Bərabərsizlik həllər çoxluğu bax aşağıda verilib. Gələk hərəsinə bir-bir baxaq 28-də. Deyir, bu böyükdür 0. Modul x. Bunun gərək biz bilməkdə x mənfidir, müsbətdir. X-in 2 halına baxaq, sonra birləşdirək alınan aralıqları, alınan həlləri. X-in müsbət halına baxaq. Birincidə. Müsbət halına baxanda modulu atarıq, x qalar da. X üstə gələ x kvadrat, üstə gələ x böyük bərabərdir 0. İndi buradan x kvadrat üstə gəl 2x eləyər, böyük bərabər 0. X-i çıxarsam, x plus 2 böyükdür 0, böyük bərabər 0. Yəni burada 0 və mənfi 2 0-a bərabər eləyir də bunları, qrupları. Yəni mənfi 2, 0, böyük ədəd oxunda qeyd eləsək, mənfi 2, 0, 0-dan böyük qiymət versən, 1 versən, müsbət, mənfi, müsbət. Yəni, müsbət hissələr bizim həllərimizdir. Mənfi sonsuzluqdan mənfi 2-yə qədər birləşir. 0-dan müsbət sonsuzluğa. Bərabərdir də var, bunlar da daxildir. Müsbət sonsuzluğa. İndi bizdə x 0-dan böyük götürmüşük də. Bu x-in aldığı qiymətlərdir də bunlar. Demək, mənfi ola bilməz axı. İndi böyük götürmüşük yaxı. Demək, həllimiz bu oldu. Birinci, 0, müsbət sonsuzluq. X-in 0-dan böyük halı üçün. İndi ikinci halına baxaq. X 0-dan kiçik eləyək. Götürəndə onda mənfi x yazmalıyıq da. Modulu atırıqsa, mənfi x yazırıq. X kvadrat plus x böyük bərabərdir 0. X-lər gedir. Yəni, x kvadrat böyük bərabər 0 oldu. Yəni, x-in istənilən qiyməti 0-dan böyük və yaxud bərabərdir. 0 da daxil olmaqla. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluq. Bunun həllidir. Demək, 2 həll aldıqda 0 müsbət sonsuzluq, mənfi sonsuzluq, müsbət sonsuzluq. Birləşdirsək, elə bu, birinci bunun alt çoxluğudur da. Yəni, cavabımız mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq da. C variantı həllimiz, yəni birincinin cavabıdır. Həllər çoxluğudur. İkinciyə baxaq.
İkincidə də, yəni 2 hal üçün, indi kiçikdir bərabər 0. 2 hal üçün, yəni x-in 0-dan böyük halına baxaq. Orada da x plus 2. İndi böyük bərabər deyiləmişdi. İndi kiçik bərabərdir 0. Kiçik bərabər olanda 0 və mənfi 2-dir də. Yəni onda həllər çoxluğu nə olur? Mənfi 2, 0 olur da. Bunlar da daxildir. Mənfi 2, 0. İndi burada x 0-dan böyük olduğu üçün burada mənfi 2, mənfi 1, bir dənə 0 doğru gəlir də, yəni 0. Əslində həlləri 0-dır. İndi x kiçikdir 0 halına baxanda kiçikdir 0 olsa, onda x kvadrat qalır da. X kvadrat kiçikdir bərabərdir 0. Yəni bu da ancaq x-in 0 qiymətində mümkündür. Doğrudur. Qalan qiymətlərdə yox. Yəni 0-dan kiçik olmur. 0-a ancaq bərabər ola bilər x kvadrat. Demək 0, 0 birləşdirsək, demək burada da cavab 0 oldu. A variantı da bura uyğun gəlir. Üçüncüyə baxaq. Burada böyükdür 0 yazıb. Yəni bir dəfə müsbət halını götürdük. Oradan nə alırıq? Müsbət halında böyükdür, üstə gəlir, böyükdür 0-dan. Yəni bayaq eləmişdik də, indi burada bir dənə bərabərdir işarəsi var. Həllərimiz oldu a x-in müsbət halı üçün 0 müsbət sonsuzluq. Amma 0 daxil deyil, çünki burada böyükdür, bərabərdir, yoxdur. Yəni 0 müsbət sonsuzluq olacaq. O kiçik halında, x 0-dan kiçik olanda x kvadrat olur da, eləmi? X kvadrat böyük bərabər 0 yox, böyük 0. Böyük 0, yəni burada görürük ki, yəni x 0-dan böyük ola bilir, bərabər ola bilmir. Yəni 0-dan müsbət sonsuzluğa. Eləmi? Sonsuzluq bir də ki, mənfi sonsuzluqdan 0-a qədər də, mənfi sonsuzluqdan 0-a qədər qiymətlər ala bilir. Yəni cavabımız olacaq, elə bununla bunu birləşdirəndə mənfi sonsuzluq 0-a qədər, 0-dan müsbət sonsuzluğa. Yəni x bu qiymətlər mənfi də versə kvadratı müsbət olur, o da 0-dan böyükdür. Bircə 0 ola bilmir də, bir dənə 0-ı çıxardırıq aradan. O da ki, B variantıdır. Cavab olacaq C-A-B. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar, bərabərsizliyini həll edin. Bunun kvadratı, modul x-in kvadratını elə x kvadrat kimi yaza bilirik. Eyni şeydir. Üstə gələk x kiçikdir 0. Bərabərsizliyi həll eləyərik. Üstə gələk 1, x-i çıxartdım. Yəni bunları 0 eləyənlər 0-dır, bir də ki, mənfi 1-dir. X-in yerinə qoysaq, bu 0 olur. 0 mənfi 1. Yəni ədəd oxunda qeyd eləsəm, mənfi 1, 0. Böyük qiymət versəm. Yəni kiçikdir, o deməkdir ki, 0 mənfi 1 aralığıdır. Bunlar da daxil deyil. Artıq avtomatik yazmalıyıq. Yəni həll edin, həllər çoxluğu budur. Daha doğrusu bunların yerini dəyişik yazdığımda mənfi 1, 0. Kiçiyi sola, böyüyü sağa. Keçdik 30-a, bərabərsizliyini həll edin. Dediyim kimi, yəni x kvadratına əvəzləyə bilərik onu. X minus 1 böyükdür 0. Böyükdürsə, bu 0-dır, bu 1-dir. Yəni mənfi sonsuzluqdan 0-a qədər, 1-dən müsbət sonsuzluğa böyük olanda. Mənfi sonsuzluqdan 0-a qədər birləşir 1-dən müsbət sonsuzluğa. Ədəd oxunda 0-1-i qeyd edib, yəni yoxlaya bilərsiniz intervallar metodu ilə.
Bunlar da daxil deyil. Yəni, bura olacaq müsbət, mənfi, müsbət. Bərabərsizliyini həll edin. Modul x demək kiçikdir olanda deyirdik nədir? Kiçikdirsə onu sistem, bərabərsizlik sistemi kimi yazacaq. Yəni, x-in bir dəfə müsbət halını götürək. 2x minus x kvadrat. Bir də mənfi halında mənfi x kiçikdir, bərabərdir 2x minus x kvadrat. X-in yerinə bir dəfə modulu atıramsa, bir də müsbət, bir dəfə mənfi. Sonra bunları kəsişdirəcəyik sonra. Buradan bunları sola atsam nə alınacaq? X kvadrat, x çıxaq 2x minus x kiçikdir, bərabərdir 0. Burada nə qalır? X kvadrat, bunları da sola atıram. Çıxaq 3x olacaq, kiçikdir, bərabərdir 0. Buradan nə alınır? Yəni, x-i çıxarsam mötərizə xaricinə, x minus 1 kiçikdir 0. Burada da x minus 3 kiçikdir, bərabərdir 0. Demək, kiçikdir olanda bu 0, 1-dir, bu 0, 3-dür. Yəni, bunun həlləri 0, 1. Bunlar da daxildir. Bu birisinin həlləri 0, 3. Kəsişdirməliyim də mən bunları, bəli. Dedik ki, kiçik olarsa modul işarəsi. Onda nə edirik? Həlləri kəsişdiririk. Ədəd oxunda qeyd edeyim. 0, 1, bir də 3. Bunlar da daxildir. Bərabərdir işarəsi də var. 0, 1 aralığı, bax, buradır həlləri. 0, 1 və də 0, 3. Kəsişən hissə har oldu? 0, 1. Yəni, 0, 1 bizim həllimizdir. Bərabərsiz tam həllərin sayını tapın. Burada kiçikdir, bərabərdir, yoxdur, amma eyni üsulla həll edikdə bir dəfə modulu fərz edək x müsbətdir. Onu da atırıq 3x minus x kvadrat. Bunları başqa cüzdə yazmaq olar. Yəni, mənfi x kiçikdir 3x minus x kvadrat. Müsbət, mənfi halını götürdük. Yəni, bunları kəsişdirəcək sonuçda. Bunları sola atsam, alacaq nə? X kvadrat. X çıxaq 3x olur. Yəni, minus 2x olacaq da. Kiçikdir 0. Bunları sola atsam, x kvadrat. Bu da minus 4x olacaq. Kiçikdir 0. Buradan x-i çıxarsam, x minus 2. Kiçikdir 0. Buradan x-i çıxarsam, x çıxaq 4. Kiçikdir 0. Yəni, burada 0-a çevirir. Bu 0, bu da 2. Burada 0, burada 4. Yəni, bunun kiçikdir olduğu üçün 0, 2-dir həlləri. Böyük olsaydı, mənfi sonsuzluqdan 0-a qədər 2-dən müsbət. Kiçik olduğu üçün 0, 2. Burada isə 0, 4. Bunların kəsişməsi nə olacaq? 0, 2 olar da. Yəni, 0, 2 bunların kəsişməsi olacaq. Ədəd oxunda da qeyd edək. 0, 2, 4. 0, 2. Bunlar daxil deyil ancaq. Yəni, bunun həlləri bura qədər. 2, 4 və o birisi necə 0, 4. Yəni, kəsişən hissə 0, 2 oldu da. 0, 2 bizim həllimizdir. Bizdən nəsə tam həllərin sayını tapın. Tam həllərin sayı bir dənə 1 var da. Bir dənədir. Bərabəsinin ən böyük həllini tapın. İki tərəfdə də modul olanda biz, yəni müsbətdir də, bunları kvadrata yüksəltsək ki, bərabərsizliyə ziyanı dəyməz. Yəni, kvadrata yüksəldirəm hər iki tərəfi, yəni x plus 1-in kvadratı böyük bərabərdir
2x plus 5'in kvadratı. X kvadrat plus 2x plus 1 böyük bərabərdir. 4x kvadrat plus 20x üstə 25. Bunları sola gətirək, kiçik tərəf olacaq. Yəni 4x kvadratdan x kvadrat çıxsam 3x kvadrat. 2x'i gətirsəm 18x. 25 1 gətirsəm 25-dən 1-ni çıxaram. Yəni üstəyə 24. Kiçik tərəfə düşür də biz bunları sağa atdıq. Kiçikdir, bərabərdir 0. 3-ə bölsəm, 3-ə ixtisar eləyək. 6x plus 8 kiçik bərabər 0. Hasilli 8 olan 4-dən 2-dir. X üstə gələk 4. X üstə gələk 2. Cəmidə 6 eləyir. Kiçikdir bərabər 0. Bunu 0-a çevirir mənfi 4. Bunu 0-a çevirir mənfi 2. Yəni kiçikdirsə mənfi 4, mənfi 2 aralığıdır bizim qiymətlər. Bunlar da daxildir. Ən böyük həllini tapın. Ən böyük həlli mənfi 2 olacaq. Bərabərin ən kiçik həllini tapın. Burada da yəni kvadrata yüksəldirik. Yəni modulda iki tərəfi də x minus 1 kvadratı 2x minus 5 kvadratı. Demək, x kvadrat çıxaq 2x plus 1 böyük bərabərdir. 4x kvadrat çıxaq 20x üstə gələk 25. Bunları atıram sağ tərəfə. Burada 3x kvadrat qalır. Bunu toplasaq minus 18x qalır. Çıxsaq üstə gələ 24. Yəni kiçik tərəfə atdıqda kiçik bərabərdir 0. 3-ə bölürəm, x kvadrat çıxaq 6x üstə gələk 8. Kiçik bərabər 0. Burada isə mənfi 2 ilə mənfi 4-dür. Yəni x2, x çıxaq 4-dür vurublar. Yəni 0-a çevirər 2 ilə 4. Yəni kiçikdirsə 2-4 aralığı bizim həllimizdir. Bunlar da nədir? Daxildir. Ən kiçik həlli 2 olacaq. Bərabərsizliyini həll edin. Bunun qruplarını ayıra bilirikmi? 2x, x bir-birinə yəni vuranda 2x kvadrat edir. Mənfi 1-də 1 ilə mənfi 1. Ancaq görək hansı mənfi 1. Buranı müsbət eləyək, buranı mənfi. Çarpaz vuranda 2x-i 1-ə vuranda 2x, mənfi x. Bu da mənfi 1x-ə vuranda mənfi x. Toplayanda müsbət x edir. Yəni vurubları oldu 2x minus 1 və x plus 1. Bundakı modul x minus 1. Kiçikdir, bərabərdir 0. Yaxşı. İndi belə eləyək də. Bunlar 0-a çevirir nə? Bu mənfi 1-dir. Bu 2-də 1-dir. Burada 0-a bərabərləsək, bax, modul x minus 1 bərabər 0. Modul x bərabər 1, x bərabər 1 və mənfi 1-də 1 və mənfi 1. Yəni, bunları da ədəd oxunda qeyd edək. 2-də mənfi 1. Mənfi 1 onsuz da 2 dənədir. Mənfi 1, 2-də 1 və 1. Bunlar daxildir də, bərabərdir. Bunlar da daxildir. Həllərdir. Bu intervallarımız oldu. Birdən böyük qiymət verirəm. 2 versəm müsbət, bu da müsbət. Bura müsbət oldu. Bu aralıqdan verirəm. Tutaq ki, 0,6 verirəm. Müsbət, bu eləyər 1,2, bu da müsbət. 0,6 çıxaq 1, bu bizə mənfi verəcək. 2 müsbət, 1 mənfi olacaq. Bura baxaq. Mənfi 1, 2-də 1. Mənfi 0,6. Mənfi 0,6. Bu müsbət.
Bu mənfi. Bununsa da müsbət olar. Buradan da çıxanda mənfi olacaq. Mənfi, mənfi, müsbət. Yəni müsbət olur bu. Sonra bu aralığa baxaq, mənfi 2 verək. Bura mənfi, burada mənfi. 2-dən birini çıxsın, müsbət olacaq bura. Yəni, aldıq nə? Demək, mənfi, mənfi, müsbət. Bu müsbət olar. Müsbət olur da, eləmi? Yox. Hadi mənfi 2, bu mənfi oldu, mənfi. Hadi mənfi, mənfi, mənfi 2 qoyuram da yerinə. Burası isə müsbət. Onda müsbət olacaq. Aldıq biz, yəni 2-də 1, 1 aralığı. Bərabəsini həll edin. Bizim həllimizdir. Bunlar da daxildir. Bir də 0 halı var da, bəli. Bir də ki, bax, x-in 1 qiymət. 1 və mənfi 1 qiymət. 1 burada var, demək mənfi 1 də olmalıdır. Birləşsin, mənfi 1. Yəni 0-a da bərabər ola bilirdi. Bərabəsini həll edin. Burada vuruklarını ayıraq. Demək, modul x çıxaq 2. Demək, bu 2x, x hasilidir də. Bu 6 da 2 ilə 3-dür. Görək, harada yazsaq? 2, 3. Belə yazsaq olur da, 2, 3. Elə bir 3x, bu da 4x. Biri mənfi eləyərik, biri müsbət. Yəni, mənfi 2-yə vuranda mənfi 6. Bunları çarpazmasaq, bu müsbət 4x, bu da mənfi 3x. Toplayanda x-i verir. Yəni, vuruklar bu oldu. Oldu 2x minus 3 vurulsun x plus 2. Bunun vuruklarını ayırdım. Kiçik bərabərdir 0. İndi bunları 0-a çevirən nədir? Bu müsbət 2, mənfi 2. Müsbət 2 ilə mənfi 2 ilə mənfi 2. Burada, yəni x 3 bölə 2, 1,5. Burada isə mənfi 2. Yəni, gəlin 2 var, mənfi 2 var, demək, ədəd oxunda qeyd edək. Mənfi 2, sonra gəlir 1,5 və 2. İntervallar 2-dən böyük qiymət versəm, müsbət olur hamısı. 1,5, 2 versəm, tutaq ki, 1,6 versəm, bura müsbət, bu da müsbət. 1,6 çıxaq 2, bu mənfi verəcək. Müsbət, mənfi, mənfi olar. Buradan qiymət mənfi 2, 1 versək, tutaq ki. 1 versəm müsbət, mənfi, bu da mənfi. Mənfini mənfiyə müsbət, yəni bura müsbət olacaq. Mənfi 3 verək, mənfi, 3 çıxaq 2 müsbət. Bu da müsbət eləyəcək. Bizim həllimiz 1,5, 2-dir. 1,5, 2 və bir də 0-a bərabər eləyir də burada. 2 və mənfi 2 0-a bərabər eləyir. Bunlar da həllimiz daxil. Yəni, bərabərdir də var da. Bu birləşir. 2 var, burada mənfi 2. Yəni, mənfi 2 də biz 0-a çevirir də bu tənliyi, bu bərabərsliyi. Mənfi 2, müsbət 2 çıxır. 2-dən 2 çıxanda 0. 0-ı da vursaq, 0-a bərabər olur. Yəni, bizim həlimiz 1,5, 2, mənfi 2. Bərabərsliyin həllər çoxluğu olarsa, A və B parametrinin qiymətlərinin cəmini tapın. Həllər çoxluğu mənim sonsuzluğu 2 müsbət sonsuzluğu nə deməkdir? Yəni, x-in aldığı qiymətlər 2-dən böyükdür. Daha doğrusu, 2-dən böyükdür və 2-dən kiçikdir. Bu da
heyətdir də, bərabərsizlik sistemi deyil. Çünki biz bilirik ki, modul x böyükdür a olanda nə cür edirdik? Yəni heyət kimi həll edirdik. X böyükdür a-dan, x nədir? Kiçikdir mənfi a-dan. Mənfi a-dan kiçikdir, bəli. Yazırdıq. Yəni bu heyət kimi yazacaq bunu əvvəlcə. Gəlin, yazaq. Demək, bu x minus 2b minus 4 modulda böyükdür. Bu a minus 5'in kvadratıdır da. A minus 5'in kvadratından. Digərini nətər yazacaq? X çıxaq 2b minus 4 kiçikdir. Demək, bunun mənfisindən də mənfi a minus 5'in kvadratı. İndi burada bunları nə cür həll edir? Demək, bunları açsaq bu tərəfə olacaq nə? X böyükdür. A minus 5'in kvadratı üstə gələk 2b minus 4. Burada nə? X kiçikdir. Bu plus olacaq da. Yəni, belə yaza bilərik də. Mənfi a minus 5 kvadratı üstə gələk 2b minus 4. İndi buradan görürük ki, bax, həmin bərabərsizliyə gəldikdə 2-dən böyük, 2-dən kiçik. Yəni, bu 2-nin yerində budur da, bunlar durur. Bunlar 2-yə bərabərdir. Yəni, bərabərsizlik tənliyi kimi yaza bilərik ki, a minus 5'in kvadratı üstə gələk 2b minus 4 bərabərdir 2-yə. Bir də mənfi a çıxaq 5'in kvadratı üstə gələk 2b minus 4 bərabərdir 2. Sistem tənliyini yazaq. Buradan toplasaq tərəf-tərəfə. Bunlar islah olar. Burada 4b minus 8 bərabər 4. 4b bərabərdir 12. B bərabərdir 3. B-ni 3 tapdım. Aparım qoyun burada yerinə A-nı oradan. Bunlardan birində yerinə qoyaq. A-nı tapaq. Bax, a minus 5'in kvadratı 3 qoysaq yerinə 6. 6-dan 4'ün çıxsam 2. 2'nin 0 olacaq da, bərabərdir 0. Onda a minus 5 də 0'a bərabərdir. A bərabərdir 5. Bizdə A və B parametrin qiymətləri cəmini deyir, tapın. 5 üstə gələk 3 bərabərdir 8. Bərabərsizliyin həlləri çoxlu olarsa, parametrin qiymətləri cəmini tapın. Bax, mənfi sonsuzluq 4, 4-dən müsbət sonsuzluq nə deməkdir? Bir dənə 4 yoxdur da, yəni x-imiz 4-dən böyükdür, 4-dən kiçikdir. Yəni, böyükdür 4, x kiçikdir 4. Yəni, bərabərdir olsa, mənfi sonsuzluq müsbət sonsuzluq olar. Yəni, halına gətirəcəyik. Burada da böyükdə modul işarəsi, yəni heyət halına gətirəcəyik bunu da. Buradan bayaqki kimi 2b minus 6 demək, birinci böyük olmalı. A kvadrat minus 8a plus 16'dan. Bunu da elə birbaşa a minus 4'ün kvadratı kimi yaza bilərəm. Burada isə x minus 2b minus 6 böyükdür, yox, kiçikdir bunun mənfisindən. Bunları sağa açsaq nə olacaq? X böyükdür. Demək, a minus 4'ün kvadratı üstə gələk 2b minus 6'dan. Burada x kiçikdir. Mənfi a çıxaq 4'ün kvadratı üstə gələk
2b minus 6. Tərəf-tərəfə toplasam, ya toplamayam, baxıram ki, eyni bərabərsizliklərdir. Bunun yerində 4 dayanıb da, elə ki, bunlar hər biri 4-ə bərabərdir. Bərabər eləyək, sistem tənliyi quraq. 2b minus 6 bərabərdir 4. Burada da mənfi a minus 4-ün kvadratı plus 2b minus 6 bərabərdir 4. Bunları tərəf-tərəfə toplasam, bunlar islah olar, qalır burada 4b minus 12. 12-ni sağa keçirsəm, bu da 8 edir də. Toplasam 20, b bərabərdir 5. b-ni 5 tapdım. Aparaq qoyaq bu bərabərliklərin birində yerinə. Onda a minus 4 kvadratı nəyə bərabərdir? 2b, yəni 10 çıxaq 6, 4, 0 olacaq. Əgər kvadratı 0-dırsa, özü də 0-dır. A bərabərdir 4-ə. Bizdən parametrin qiymətlərinin cəmini soruşur. Bərabərdir 4 üstə gedək 5, bərabərdir 9. Yəni, tapdıq ki, cəmdə 9-a bərabərdir. Burada bu mövzuya aid olan tapşırıqların izahı da bitdi. Güman edirəm, faydalı oldu. Siz də bizim üçün faydalı olun. Like düyməsini tıklayın. Sağ olun.